Aha. Deməli, burada 0,64'ü, 0,64'ü biz necə yaza bilərik? Nəyin kvadratı 0,64 eləyir? 0,8 B üstəgələk. Hamısı üstəgəlmə olduğuna görə, yəni hər ikisi üstəgəlmə olduğuna görə üstəgələk. Nəyin kvadratı 169 eləyir? 13 A-nın. Kvadrat yazdıq. Yazdıq. İndi biz bunu tapmaq üçün, yəni nöqtələrin yerində nə olduğunu tapmaq üçün kvadrata yüksəldib yaza bilərik. Sıfırdan, bax bunu geri qaytarsaq, 0,64 B-nin kvadratı üstəgələk bir-birinə vurulub, bir də 2-yə vurulması eləyir 20,8 AB üstəgələk 13-ün də kvadratı 169 A kvadratı. Bizə lazımdır bu nöqtələrin yerində duran, bax budur. 20,8 AB.